Heç kimin gözlədiyi kimi olmur universitet həyatı. İmtahanlara imtahandan keçim gözündən yanaşmalıdır. Kontr elmlərini qurtarmısan, indi proqramistsən, amma problemlər qoyulur qarşımıza. Həmin problemlə bağlı biz həll təqdim eləməliyik. Bakı dövlət xəyalıyla olan şagirdlər çoxdur. Salam, mən Qasım Muzərdə, Bakı Dövlət Universitetinin Kontr elmlərinin sabah qrupları məzunuyam. Bu gün sizlərlə mənim təhsil həyatım haqqında danışacağam. Bu universiteti seçməyinizə əsas səbəb nə oldu? Düzünü desəm, universiteti mən seçməmişəm. Valideynimin istəyi ilə olubdu. Özüm memar olmaq istəyirdim, lakin valideynim istəmədi bu belə olsun və mənə dedilər ki, kompüter elmləri ixtisasını seçim. Onların seçimi əsasında mən bu ixtisası Bu ixtisas haqqında sizə ən çox verilən sual nə oldu? xüsusən yaş qrupu yüksək olan insanlar soruşur ki, kompüter elmlərini qurtarmısan, indi proqramistsən, amma deməzdim. Kompüter elmləri məncə ümumi bir anlayışdır. Yəni burada kompüter elmləri deyəndə bütün kompüterlə bağlı olan ixtisaslar nəzərdə tutula bilər. Hansı ki, hazırda mən dizayner olaraq fəaliyyət göstərirəm. Necə ki, özüm memar olmaq istəyirdim. Özümə bu şərtlər daxilində, kompüter elmləri şərtləri daxilində ən yaxşı yolu dizayn olaraq seçdim deyə bu yola Keçdiyiniz dərslər sizə karyeranızda necə dəstək olur? Düşünürəm ki, proqramlaşdırma sahəsində həqiqətən də işə yarayır, xüsusən backend sahəsində, amma dizayn sahəsində o qədər də işə yarayan deyil. Mənim universitetdə keçişlərim, bu günlərim mənə qatdıqları pluslar ondan ibarətdir ki, özümdən balaca olan tələbələr mənə yaxınlaşanda, sual verəndə, onların suallarına cavablandıra bilim, köməklik göstərə bilim və yaxud da məndən kiçik qardaşım yaxınlaşanda, o da bizim sahə üzrə getmək istəyir, onun suallarına cavablandırmağa köməklik göstərir. Universitet həyatınız gözlədiyiniz kimi keçirmi? Bunu tam dəqiq cavablandıra bilmərəm. Çünki düşünürəm ki, heç kimin gözlədiyi kimi olmur universitet həyatı. İnsan həmişə düşünür ki, daha yaxşısı ola bilərdi, bəlkə bundan daha da pis ola bilərdi deyə düşünürəm. Amma belə normal, yəni bir tələbənin yaşayacağı tələbə həyatı necədirsə, mən də tələbə həyatım elə keçib. Mən düşünürdüm ki, universitet tələbəni biraz daha çox qabağa çəkən olacaq, daha böyük fürsətlər yaradacaq. Hətta məncə universitetə yeni başlayan hər bir tələbə düşünür ki, diplom alandan sonra mənə hazır iş veriləcək, diplomumla hər şeyi bacaracağam, universitet məni xeyli irəli aparacaq, amma bu heç də belə deyil. Universitet mənə görə bilirsiniz necədir? Elə bil ki, binanın qarşısına qoyurlar səni və çoxlu açar topusu verirlər əlinə. Deyirlər ki, bu evlərdən biri sənindir, amma hansı ev olduğunu da demirlər. Getməlisən, sən o açarlardan hansı açarın sənə uyğun olduğunu və hansı qapını açdığını özün tapmalısan. Universitet karyera qurmaqda sizə necə dəstək olur? Universitet deməzdim, müəllimlər deyərdim. Öncəki sualda qeyd elədiyim kimi, bəzi müəllimlər mənə karyeramda ciddi dəstək göstəriblər. Sizcə sizin ixtisasınızı seçən birinci kurs tələbələri ən çox hansı mövzularda yanılırlar? Öncə də qeyd etdiyim kimi diplom. Çünki diplom hər şey deyil. İxtisasına asılı olmayaraq, diplom iş həyatı üçün bir qapı deyil mənə görə. İnsan özü çalışmalıdır maksimum dərəcədə və hər şey universitetdən qısıtlamamalıdır. Düşünürəm ki, məsələn, tələbələri 2 yerə bölmək olar. Əgər ki, bir tələbə, bakalavr Azərbaycanda oxuyub, sonra deyir ki, mən məhz magistr odaqlı xaricə getmək istəyirəm, onda GPA bilirsiniz ki, yüksək olmalıdır. Bunda universitetə vaxt ayırsan, yenə də self study sənə vaxt ayırsın. Amma yox, əgər bir tələbə deyirsə ki, yox, mən sadəcə universiteti qurtaran kimi işə başlamaq istəyirəm, onda düşünmürəm ki, universitet balının və yaxud diplomun nəsə bir təsiri var. Maksimum şəkildə imtahanlara imtahandan keçim gözündən yanaşmalıdır. Qalan bütün vaxtını özünün inkişafına vaxtlar. Bu universiteti seçmək istəyən abituriyentlərə nə demək istərdiniz? Mən bir şeyə rast gəlmişəm ki, Bakı dövlət xəyalıyla olan şagirdlər çoxdur. Həqiqətən onlar təhsil müddətində yaxınlaşanda çox xoşbəxt olurlar həmişə. Əgər ürəklərində, arzularında varsa, niyə də yox, seçsinlər həqiqətən də və amma universiteti seçdim və sadəcə dərslərə hazırlaşdım gözündən yanaşmasınlar. Özlərinin şəxsi inkişafına ciddi zəhmət ayırsınlar, vaxt ayırsınlar. Universitet seçimi edən gənclər üçün məsləhətiniz nə olar? Mənim kimi situasiya yaşayan tələbələrə onu demək istəyərəm ki, özümün sevmədiyi bir ixtisasa qəbul olsam da, orada özümə bir işıq nöqtəsi tapa bilmişəmsə, düşünürəm ki, hamı özünə tapa bilər. Ola bilər ki, biz müəyyən şərtlər daxilində oxuyuruq, qarşımıza müəyyən diktələr qoyulubdur, amma bu o demək deyil ki, biz orada xoşbəxt olmayacağıq, yox. İlla ki, hər kəs düşünürəm ki, özünə uyğun bir yol tapmağı bacaracaq olduğu. Hakaton nədir? Mənim bununla bağlı bir videom var idi sosial mediada. Bəzi dostlarımız gəldilər, komment atdılar ki, bizdə lokalda olan hakatonlardır. Əsas məqsədim bizim lokalda olan tələbələri irəli çəkməkdir, bizim ölkəni irəli çəkməkdir. Ona görə daxili bazarda olan yarışlar haqqında danışmışdım mən əslində orada. Hakaton 24-72 saat ərzində
belə vaxt verilir və müəyyən bir problemlər qoyulur qarşımıza. Həmin problemlə bağlı biz həll təqdim eləməliyik. Hansı komandanın həlli daha qəşəng olsa, daha qəşəng çıxış eləsələr, həqiqətən tutarlı bir səbəb olsa, o komandalar yerlər, mükafatlar görsün. Son olaraq bizə və abituriyentlərə nə demək istəyərdin? Demək istəyirəm ki, seçiminiz nə olursa olsun, heç vaxt motivasiyadan düşməyin. Daima öyrənməyə açıq olun, öyrənməyi heç vaxt dayandırmayın. Çünki həqiqətən inkişaf olan yerdə uğur da var. Yəni düşünməyin ki, ayda mənim üçün yorucudur, yox çox çalışıram. İnanın ki, çox çalışanda uğur sonra adama ləzzət edir ki, yaxşı ki, vaxtında çalışdım və bu uğuru əldə elədim. Ona görə qətiyyən dayanmırıq, davam eləyirik və inanırıq. İnanmaq bir şeyi eləməyin 50%-nə bərabərdir. Bura dəvət elədiyiniz üçün təşəkkür edirəm. Həqiqətən mənim üçün çox maraqlı bir söhbət idi. Ümid edirəm ki, tələbələrə dəstəyim olar, həmçinin sizlərə də dəstəyim olar. Bol uğurlar arzu edirəm. İnşallah hər şey ürəyinizcə olar və mən də ümid edirəm ki, gözlədiyiniz kimi cavablar verə bilmişəmdir.